Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz sizlərlə gürcü dilində ilk olaraq qvelazı, hansı ki azərbaycanca ən deyə tərcümə olunur. Bunu öyrənəcəyik. Çünki qvelazı bunu sifətlərin və zərflərin önündə işlədirik və ən deyə tərcümə olunur. Məsələ deyəndə ki, qvelazı lamazi, yəni ən gözəl, hamısından gözəl. Bax belə bu. Qvelazı qargi, ən yaxşı, hamısından yaxşı. Bax belə. Bunu öyrənəcək və bir də sifətlərin qarşısına u, sonuna isə esi şəkilçisi əlavə edib yenə həmən mənada necə işlədirik? Bax bunu öyrənəcəyik. İlk olaraq ekranda bir neçə dənə nümunəmiz var. Siz də indi görürsünüz. Gəlin bunları oxuyaq və tərcümə edək. Məsələn, birinci nədir? Qvelazı lamazi, yəni ən gözəl, hamısından gözəl, hamıdan gözəl, ən gözəl, qvelazı lamazi. Bir də qarşısında gördüyünüz kimi lamazi. Bunun qarşısına u, sonuna isə esi artırıb necə həmən mənada sözü yaratmışıq və bu olub ulamazesi. Eyni mənaya gəlir dostlar bunlar. Qvelazı lamazi ya da ulamazesi, ikisi də ən gözəl deməkdir. Amma fikir verin, u, lamazi bunun qarşısına u əlavə etdik. Sonundakı i düşdü və esi əlavə etdik. Bunu belə yadda saxlamanız daha asandır. Yəni i düşsün və esi, i əlavə edək. Bax elə olsun. Qvelazı lamazi, ulamazesi. Ən gözəl. Sonra nə gəlir? Qvelazı müşveniyeri, yəni ən qəşəng. Qvelazı müşveniyeri. Bunun qısalmış forması müşveniyeresi. Gördünüz mü? Burada qarşısına u, müşveniyer, sonuncu i'si yoxdur və esi əlavə etmişik. Müşveniyeresi, yəni ən qəşəng, hamısından qəşəng. Sonra var qvelazı didi, ən böyük. Bununki olacaq udidesi. U əlavə etdik, did və sonuna esi. Udidesi, ən böyük. Sonra nə gəlir? Qvelazı çqviyani, ən ağıllı. U ilə etsək, u esi ilə etsək, uçqviyanesi. Uçqviyanesi, yəni ən ağıllı, hamıdan ağıllı. Sonra nə var? Qvelazı cveli, ən köhnə, qədim, ən köhnə, hamısından köhnə, yəni qədim. Bunu necə yaradırıq? Ucvelesi. Gördünüz mü? Ucvelesi, yəni qədim, ən köhnə, hamısından köhnə. Sonra gəlir qvelazı qaribi. Yəni ən kasıb, qaribi kasıb deməkdir dostlar. Bu olacaq u qaribesi. U qaribesi. Sonra burada nə var? Qvelazı axali. Yəni ən yeni. Qvelazı axali. Bu olur uaxlesi. Dostlar burada axali sözü ali ilə bitir. Son hissəciyinə fikir verin. Ax, ali. Ali ilə bitir. Ali ilə bitənlərdə l-nın qarşısındakı sait düşür. Yəni ona görə gördünüz mü? U axal esi deyil. L-nın qarşısındakı a düşüb və olub u axlesi. Ən yeni. Belə düzəltdiyimiz zaman qarşısına u, sonuna esi əlavə etdiyimiz zaman bu olur uaxlesi, yəni ən yeni. Sonra gəlir qvelazı mdidari. Qvelazı mdidari ən varlı, ən zəngin. Bu olur umdidresi. Burada nə baş verdi? Mdidari ari ilə bitir. Ari ilə bitir. Burada da yenə şəkilçi artırdığımız zaman sonra r-nın qarşısındakı sayı düşür və olub u mdid aresi yox. U mdid resi olub. Gördünüz mü? R-nın qarşısındakı a yoxdur. Umdid resi, yəni ən varlı. Sonra gəlir qvelazı mağali, ən hündür boylu, ən hündür. Mağali, bu da ali ilə bitdiyi üçün umağ lesi olub. L-nın qarşısındakı a düşüb. Umağ lesi. Sonraki gəlir qvelazı zliyeri, yəni ən güclü və bu olacaq ucliyeresi. Ucliyeresi. Baxın belə. Deməli, burada həm qvelazı, həm də u və esi şəkilçiləri artırdığımız zaman necə düzəlir? İki formada da verilibdir və məna eyni mənaya gəlir. İndi dostlar, buna aid əlbəttə ki, biz bir tapşırıq da həll edək ki, bugün öyrəndiyimizi daha yaxşı başa düşək. İndi hal-hazırda siz ekranda tapşırığı görürsünüz. Bugün edəcəyimiz tapşırığı. Burada nümunəmiz var bir dənə və burada verilib ki, es aris, mötərizənin içində verilib. Qvelazı cveli, da sonra qvelazı cveli digər formada nətər olur? Ucvelesi. Yoxmu? Yuxarıda bunu öyrəndik biz. Ucvelesi,
უნივერსიტეტი ჩვენს ქვეყანაში. ეს არის უძველესი უნივერსიტეტი ჩვენს ქვეყანაში. Bu bizim ölkəmizdəki ən qədim universitetdir. Deməli, mötərizənin içində ყველაზე ilə verilənləri biz US ilə düzəltməyimiz lazımdır. Məsələ birincini oxuyaq. იმ დროს Meri Şervaşidzə ყველაზე lamazi verilibdir. Bu necə olacaq? Ulamazesi olacaq, yoxmu? Ulamazesi kali იყო Kutaisში. Yəni იმ დროს o vaxt Meri Şervaşidzə ulamazesi ən gözəl kali იყო, qadın idi Kutaisში, Kutaisidə. İkincini oxuyaq. Tbilisi Sakartvelos ყველაზე დიდი, nə olacaq burada? Udidesi ქალაქია. Üçüncüdə ეს არის ჩვენთვის ყველაზე ახალი ინფორმაცია. ყველაზე ახალი bu olacaq uaxlesi. Yəni olacaq ეს არის ჩვენთვის uaxlesi ინფორმაცია. 4. ჩემთვის ხაჭაპური ყველაზე გემრიელი ქართული საჭმელია. ყველაზე გემრიელი, yəni ən dadlı olacaq ugemrielesi. Ugemrielesi ქართული საჭმელია. 5. ოპერისა და ბალეტის თეატრი თბილისის ყველაზე მშვენიერი, yəni umშვენიერესი არქიტექტურული ძეგლია. 6. დავით გამრეკელი სამინისტროს ყველაზე ჭკვიანი, yəni უჭკვიანესი ეკონომისტია. 7. ანტარქტიდა მცენარეებით ყველაზე ღარიბი, yəni უღარიბესი კონტინენტია. 8. ამ ტელევიზიაში ყველაზე ძლიერი, ən güclü olacaq უძლიერესი ჟურნალისტები მუშაობენ. 9. ის არის ყველაზე მდიდარი, yəni უმდიდრესი ən varlı ოჯახი, მათ 7 შვილი ყავთ, onların 7 evladı var. 10. ზაფხულში ზღვა ძალიან თბილი. Burada ყველაზე verilməyibdi. Ძალიან თბილი verilibdi. Biz yenə də çevirək, bu olacaqdı utbilesi, dostlar. Utbilesi არის. Zafxulşi zğva utbilesi არის. Yəni ən isti dəniz yayda olur. Burada yəqin peçat zamanı nəsə səhv olubdu. Ყველაზე tbili, ძალიან tbili, ძალიან çox deməkdir. Bilirik bu sözü. Amma biz əlbəttə ki, nümunəyə uyğun etməyimiz üçün, yəni tbili olacaqdı utbilesi. Belə olacaq bu da. Bəli dostlar, bugünlük bu qədər. Deməli biz bugün qvelazə və sözlərin önünə u, sonuna s şəkilçisini necə artırılır, necə tərcümə olunur, bunu öyrəndik və buna aid bir dənə də tapşırıq həll etdik. Ümid edirəm ki, bugünkü video hər biriniz üçün faydalı olar. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərsdə görüşəndək sağ olun, salamat qalın, qarqad.